Dövrümüzdəki sivilizasiyalara nəzər salan hər kəs açıq bir həqiqəti görəcəkdir. Qərb sivilizasiyası elmdə, mədəniyyətdə, iqtisadiyyatda və hətta incəsənətdə digər sivilizasiyalardan daha irəli mövqedədir. Dünyanın ən təmtəraqlı şəhərləri qərb ölkələrindədir. Elmi və texnoloji yenilikləri əsasən qərblilər gətirir. Bu vəziyyəti görən və qərbli olmayan bəzi insanlar qərbliləri yamsılayırlar. Həm də qərbin təkcə mədəniyyət və sivilizasiyasını deyil, eyni zamanda fəlsəfə və inanclarına da heyran olurlar. Halbuki əgər tarixi həqiqətlərdən xəbərləri olsa, bu xətaya düşməzlər. Çünki geridə qoyduğumuz 2000 illik tarix araşdırıldıqda, dövrümüzdən daha fərqli mənzərə ilə qarşılaşırıq. Bəşəriyyətin tarixindəki ən böyük mədəni və elmi yüksəliş əslində İslam gəldikdən sonra baş vermişdir. Qərb dünyası zülmət qaranlıq içində olduğu halda, İslam dini dünyanın ən göz qamaşdıran sivilizasiyasını qurmuşdur. İslam dünyanı aydınladan işıq olmuşdur. Birlikdə seyr edək. Bundan 14 əsr əvvəl Ərəbistan yarımadasında yeni bir din doğuldu. Bu din zorakılıq, barbarlıq və cəhalət içində olan ərəb xalqına sülh, ağıl və mədəniyyət öyrətdi. Təkcə ərəblər deyil, bir çox millət bu yeni dinin işığı altında aydınlandı. Elmdə, mədəniyyətdə, düşüncə tərzində və incəsənətdə daha əvvəl tayı bərabəri olmayan yüksəliş baş verdi. Bu din Allahın insanlara əsl yol göstərici kimi endirdiyi İslamdır. Eramızın 7-ci əsrinin əvvəllərində Ərəbistan dünyanın ən qarışıq bölgələrindən biri idi. Ərəbistan yarımadasında bir çox qəbilə yaşayırdı və hər birinin sitayiş etdiyi fərqli bütlər var idi. Bu bütlər uğrunda bir-birlərilə vuruşur, qan tökür və hətta uşaqlarını belə öldürürdülər. Əxlaqi dəyərlər təhrif olunmuşdur. Sevgi əvəzinə nifrət, mərhəmət yerinə zülm adi qəbul edilir. Qadınlar aşağı səviyyəli varlıqlar hesab edilir. Kasıblar və qullara həddindən artıq əziyyət edilir. Amma bu qaranlıq və qanlı dünya böyük bir möcüzə ilə bir neçə 10 illik ərzində tamamilə dəyişəcəkdir. Bu böyük möcüzə Allahın insanlara yol göstərici kimi indirdiyi Qur'an idi. Allah Qur'anı son Peyğəmbər Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləmə vəhiy etdi. Peyğəmbərimiz bir mağarada ikən ona gələn ilk vəhlə Allah belə buyurur. Yaradan Rəbbinin adı ilə oxu. O, insanı qan laxtasından yaratdı. Oxu, sənin Rəbbin
müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi, insana bilmədiklərini öyrətdi. Bu ilahi əmrlə qaranlıq, cəhalət və qanlı zorakılıq şəraitində yaşayan ərəblər ilk dəfə oxumağa və düşünməyə dəvət edildilər. Bu, bəşəriyyət tarixindəki ən böyük mədəni yüksəlişin də başlanğıcı olacaq.